فَاِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ. Əgər bu işi görməsən, onun risalətini tamamlamamısan. Peyğəmbər 23 il müddətində Məkkədən Mədinədə çoxlu təbliğlər edib, çoxlu fədakarlıqlar edib. Bu yolda çoxlu əziyyətlər görüb, amma buna baxmayaraq Allah Teala buyurur, əgər bu işi görməsən, Allahın risalətini tamamlamamısan, Allahın risalətini yerinə yetirməmsən. Yəni, bu qədər zəhmətlər çəkmisən, bu qədər təbliğlər etmisən, fədakarlıqlar etmisən, əziyyətlərə düşmüsən, bunların hamısı heç olur. Bu elə bir məsələdir ki, bu məsələdən kafirlər məyus oldular, naümid oldular. Allah Teala Maidə surəsinin 3-cü ayəsində buyurur, Əl-yəvmə yəisəl-ləzīnə kəfəru min dinikum. Bugün kafirlər sizin dininizdən məyus oldular. Dinin kamil olmasına və düşmənlərin narahatçılığına, naümid olmalarına səbəb olan bu məsələ vilayət və imamət məsələsidir. Bu elə bir mühüm məsələdir ki, düşmən var gücü ilə çalışırdı ki, Peyğəmbər bu məsələni çatdırmasın. Peyğəmbərə mane olurdular. Sevinirdilər ki, bir dənə Muhammeddir, Allahümmə salli ala Muhammed və Muhammed, dünyasını dəyişəcək, hər şey bizim əlimizə düşəcək və İslamdan əsər əlamət qalmayacaq. Peyğəmbər, mən kuntu mövlahu və həzə əliyyum mövlahu deyəndə düşmən məyus oldu, narahat oldu, çox narahat oldu. Bugün də elədir. Alimlərdən biri buyurur, Fransada idim, İmam Xumeyninin, rəhmətullahın dünyasını dəyişmək xəbəri gəldi. Bir Allah dininin düşmənləri sevinirdilər, şadlıq edirdilər. Düşmənlərin vilayətə dözümü yoxdur. Nə qədər vilayət, imamət məsələsi var, düşmən məyusdur. Şiddətli dərəcədə məyusdur. O alim deyir, mən bu xəbəri eşidəndə İrana qayıtmaqdan ötürü hava limanına gəldim, gördüm Allah düşmənləri cəm olublar hava limanına, sevincli halda İrana gəlirlər ki, İslam inqilabı aradan gedir, İran bizim əlimizə düşüb. Amma deyir, elə bu anda bir xəbər gəldi ki, İmam Xumeyninin rəhmətullahın yerinə Ayətullah Seyyid Əli Xameneyi rəhbər təyin olunub İslam inqilabına. O alim deyir, şiddətli dərəcədə məyusluqla geri qayıdırdılar. Çox məyus oldular bu sözü eşidəndə.